Bu nədir belə? Bu elə bil ki, mifləri dağıtmaq üçün olan bir şeydir də. Xaricdə var miflərin dağıdılması. Dağıdaq. Dağıdaq. O da bu bir zəncirdir, yuxarıdan elə bil bağlamışıq və bunun ucunda da bir qarmaq var. Deməli, bu qarmağı mən hərəkətə gətirəndə, biraz tərpədəndə, burada dalğa əmələ gəlir, həmən dalğa qalxır yuxarıya, sonra enir aşağıya. Baxın, mən bunu bir dənə həyəcanlandırdım. Dalğa qalxdı yuxarı, qayıtdı. İkinci dəfə qalxdı, qayıtdı. Və bəzi adamlar bundan istifadə edərək bunu deyirlər ki, güya nəzizat yığırlar, amma əslində oradakı möminlərin əksəriyyəti bunun belə deyək də, dinlə heç bir əlaqəsi olmadığını deyirlər. Ora necə edirlər, yaylıq asırlar elə bil, yaylığı asır. Yaylığı asanda da o yuxarıda da adam tullanıb asır da, boyu çatmır. Boyu nə qədər balacalsa, bəxti o qədər gətirmir. Deməli, asanda bir dənə belə asdı, gördün, bəxti gətirmədi, arzusu kin olmadı. Şey var idi, ələm uçurdanlar filan. Cənub zonasında narkotik qəbul edənlərə verirlər, ələmi, 10 manat, 5 manat verirlər. Ola da belə yerlərdə, cəmaat gəlir, pul asır. İnsanların başını belə alladırlar.